Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki reseptim tavada keksdir. Dadan heç kəs inanmadı ki, bu keks tavada bişib. Həqiqətən də çox ləzzətli, olduqca gözəl qabaran bir keksdir. Dadı isə əntiqədir. İndi isə keçək reseptin hazırlanmasına. İlk öncə tavaya yumurta və şəkər tozunu əlavə edib qarışdırıram. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın miqdarını videonun açıqlama bölməsində qeyd etmişəm. Ardıca duru yağı, südü, unu, qabartma tozunu, vanili və kakaonu əlavə edib tərkibli kütlə alınana qədər qarışdırıram. Kütləni tam hazır etdikdən sonra tavanın kənarında qalan artıqları spatula ilə təmizləyirəm və tavanın qapağını bağlayıram. Əgər qapağın üzərində dəlik varsa, onu bağlayıram. Bişdiyi zaman qətiyyən hava keçməməlidir. Ocağın ən aşağı təzyiqində bişirirəm. Bişmə müddəti təxminən 25-30 dəqiqədir. Bişməsini çöp ilə yoxlayıram. Əgər çöp təmizdirsə, deməli hazırdır. Qeyd edim ki, keki bişirəcəyiniz tava qalın və yapışdırmayan olmalıdır. Tavadan asanlıqla ayrılır. Servis edəcəyim qaba yerləşdirib üzərini bəzəyirəm. Mən üzəri üçün şokolad yağından istifadə etdim, ancaq şəkər pudrasından da istifadə etməyiniz mümkündür. Həm görünüşü ilə, həm də dadı ilə ürəyinizi fəth edəcək. Həm də əziyyət çəkmədən, əlavə qab çirkləndirmədən, əziyyətsiz, mükəmməl bir ləzzətli keksi bir tavada hazırlamaq mümkündür. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı fikirlərinizi şərhdə mənimlə bölüşməyi unutmayın.